və xüsusən bu ayda, Ramazan ayında kim bacarırsa Allahın evini, Kəbəni ziyarət eləsin, ümrə ziyarət eləsin. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazanda ümrə etsə mənlə həcc etmiş kimidir. Və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ramazan ayında gecə namazlarını qılıb, lakin daha doğrusu cəmaatla qılıb, məsciddə qılıb, lakin sonra ümmət üçün fərz olardı, yəni tərk eləyib, qorxub ki, ümməti üçün fərz olar. Lakin sonra sahabələr, fərz olmayandan sonra sahabələr, artıq Peyğəmbər sallallahu əleyhi və səlləm dünyasını dəyişəndən sonra sahabələr, Ömər ibn Xattabın dövründə sahabələr cəm olurlar məsciddə və yəni bu ibadəti əda edirlər. Bu da təravih namazı adlanır və məsləhətdir ki, insanlar təravih namazlarını əda etsinlər ya evdə ailələri ilə, ya məsciddə cəmaatla, imamın arxasında və yəni və bu şeydə səhlənkarlıq eləməsinlər, səhlənkar olmasınlar. Təravih namazıdır, sünnədir. Yəni insana hər dəfə nəsib olmur gecə namazı qılmaq, amma bir ay dalbadal buna müvəffəq olmaq olar, yəni bunu eləmək olar, əda eləmək olar. Bu böyük savabı qazanmaq olar və təsəvvürünüzə gətirin ki, əgər insan Ramazan ayının son 10 günündə, Ramazan ayının daha doğrusu hər bir günündə namaz qılsa, artıq demək olar ki, o Qədir gecəsində namaz qılmış kimi sayılır. Əgər Ramazan gecələrindən 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə hər kəs gücünün çatdığı miqdarda Quran oxusa, o artıq yəni min ay miqdarında Quran oxumuş kimi sayılır. Yəni bu qədər əzəmətli ibadətləri yəni bu ayda eləyib daha çox qazanmaq olar. Və həmçinin bu ayda yəni salih əməllər, sədəqələr etmək, kasıbları yedizdirmək, yetimləri doydurmaq, yetimlərə iftar vermək, kasıblara iftar vermək, onların halı ilə maraqlanmaq, bu yəni mühüm məsələlərdəndir, mühüm mövzulardandır ki, onların da qapılarında, onların da evində iftar süfrələri olsun, onlar da yəni insanların yediyi yeməklərdən, qidalandığı, daha doğrusu qidalanıb, yəni qarınlarını doydurduğu yeməklərdən yesinlər. Hətta Allah Subhanahu taala yəni o müsəlmanların malına bərəkət versin. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala bu ümmətin varlılarını kasıblarına görə varlandırır. Yəni bu ümmətdə kasıblar da var, yəni miskinlər də var, yemək tapmayanlar da var. Gərək onların da yəni bu ayda daha çox ehtimam eləmək, bu ayda daha çox onlara yardım eləmək, kömək eləmək iftarda, xüsusən də bayramda və s. və ilə axır. Hətta yəni savablarımız, yəni ibadətlərimiz daha çox, daha qat-qat bizim üzərimizə, yəni bizə qaytarılsın.